Deməli, salam əziz və hörmətli şagirdlər, müəllimlər və bu videonu dinləyən hər bir kəs. Mən bugün sizə baş və budaq cümlələrin yeri haqqında məlumat verəcəm. Daha öncəki videoda mən tabeli mürəkkəb cümlələr haqqında məlumat vermişəm və videonun yarısı qalmışdı, yarısında hazırda sizə təqdim edirəm. Başlayaq. Baş və budaq cümlələrinin yerini onlara bağlayan vasitələrlə də müəyyənləşdirmək olar. Aydınlaşdırma və səbəb bağlayıcıları ilə bağlanan cümlələrdə baş cümlə birinci işlənir. Aydınlaşdırma və səbəb bağlayıcıları ilə bağlanan cümlələrdə baş cümlə birinci işlənir. Bilirsiniz ki, baş cümlə kvadrat, budaq cümlə isə həlqəvari formada özünü göstərir. Məsələn, indi misal deyir. Gəlmişdim ki, görəcəyi işlər barədə məlumat versin. Gəlmişdim ki, görürsünüz burada sanki bizdən bir necə deyək, özündən sonra bir cümlə tələb edir, bir izah tələb edir. Gəlmişdim ki, nə? Görəcəyi işlər barədə məlumat versin. Gəlin çevrək cümləni. Görəcəyi işlər barədə məlumat versin deyə gəlmişdim. Görürsünüzmü? Daha doğrusu görəcəyi işlər barədə məlumat versin deyə gəlmişdi. Daha sonra səhər işə getmədi, çünki hərarəti axşamdan yüksəlmişdi. Gəlin indi çevrək cümləni. Hərarəti axşamdan yüksəldiyi üçün səhər işə getməmişdi. Deməli, bu cümlələrdə sual hansı cümlədən çıxırsa, o cümlə baş cümlə və hansı tərəf həmin o sual çıxan cümləni izah edirsə, bu isə olur budaq cümlə. Səhər işə getmədi. Bunun səbəbini məhz belə bu cümlədə izah edir. Deməli, bu olacaq baş, bu isə olacaq budaq cümlə. Daha sonra yaxud deyir, gəlmişdi ki, görəcəyi işlər barədə məlumat versin. Nə üçün gəldiyinin səbəbini, belə deyək, aydınlaşdırır harda? Məhz bax bu cümlədə aydınlaşdırır. Daha sonra deyir, adətən ki bağlayıcısı birinci gələn baş cümlədən sonra işlənir. Birinci gələn baş cümlədən sonra gəlmişdi ki, görəcəyi işlər barədə məlumat versin. Zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdə ki bağlayıcısı ilə bağlanıb budaq cümləsi birinci işlənən məqamlar var. Məsələn, təzəcə gəlmişdim ki, zəng çalındı. Baxmayaraq ki, biz demişik ki harda işlənirsə o baş cümlədir. Lakin zaman budaq cümləli mürəkkəb cümlələrdə bu belə deyək istisnadır. Təzəcə gəlmişdim ki, zəng çalındı. Zəng nə zaman çalındı? Təzəcə gəldiyim zaman. Gəlin başqa cümləni çevirək. Təzəcə gəldiyim zaman zəng çalındı. Olur nə? Budaq cümlə, baş cümlə. Qapını yenicə açmışdım ki, onun mehriban, həlim səsini eşitdim. Deməli, onun mehriban, həlim səsini nə zaman eşitdim? Qapını yenicə açdığım zaman. Yenə də burada budaq cümlədən baş cümləyə doğru deməli İşarəmiz bu cür qoyulur. Burada açar məqamlardan biri təzəcə, yenicə, indicə, eləcə sözlərindən istifadə edilməsidir. Bu sözlərin olduğu tərəf budaq cümlədir. Belə cümlələrdə təzəcə, yenicə, indicə, eləcə bağlayıcı vasitə deyil. Bağlayıcı vasitə ki bağlayıcısıdır. Baxın, bu cümlədə görürsünüz yenicə və yaxud da burada təzəcə sözü var. Bax burada. Təzəcə, yenicə. Həmin bu cümlələrdə deyir, açar məqamlar nədir? Həmin məhz bu sözlərdir. Bu sözlər cümlədə artıq, belə deyək, bağlayıcı vasitə kimi iştirak etmir. Bağlayıcı vasitəmiz bizim məhz ki bağlayıcısı olur. Daha sonra yenicə, o yenicə bilirdi ki, bu işi həll etmək üçün müdirə xəbər vermək lazımdır. Burada yenicə sözünün olması o demək deyil ki, birinci budaq cümlə gəlib. Burada birinci cümlədə sual birinci cümlədən ikinci cümləyə verildiyinə görə birinci baş cümlə işlənmişdir. Baxaq, o yenicə bilirdi ki, bu işi həll etmək üçün müdirə xəbər vermək lazımdır. Baxaq. O işi yenicə bilirdi ki, bu işi həll etmək üçün müdirə xəbər vermək lazımdır. O yenicə bilirdi. O yenicə nəyi bilirdi?
bu işi həll etmək üçün müdirə xəbər verməyin lazım olduğunu bilirdi. Görürsünüz, tamamlığın sualını verə bilirik. Və bir daha qeyd edirəm, deyir burada yenicə sözünün olması o demək deyil ki, birinci budaq cümlə gəlib. Sadəcə olaraq biz bir növ mənaya da baxırıq. Belə deyək də, sual hansı cümlədən çıxır? Birinci cümlədənmi, ikinci cümlədənmi? Və burada da görürük ki, o yenicə bilirdi. Nəyi bilirdi? Görürsünüz, sual çıxır, nəyi bilirdi? Daha sonra və deyirik ki, burada birinci cümlədə sual birinci cümlədən ikinci cümləyə verildiyinə görə birinci baş cümlə işlənmişdi. Yəni, məhz bu qrafikaya uyğundur. Daha sonra tabeli mürəkkəb cümlənin tərkib hissələri intonasiya ilə bağlandıqda əsasən baş cümlə birinci gəlmiş olur. İntonasiya ilə işləndikdə. Elə bilir, uşaqlıqdan o naxələf olmayıb. Elə bilir. Və yaxud 4 ay vardı, ananın gözləri yol çəkirdi. 4 ay vardı. Əgər intonasiya ilə tapmaqda çətinlik çəkirsinizsə, bu zaman bağlayıcılardan əlavə edə bilərsiniz. Məsələn, elə bilir ki, uşaqlıqdan o naxələf olmayıb. Və yaxud 4 ay vardı ki, ananın gözləri yol çəkirdi. Daha sonra intonasiya ilə bağlanan şərt budaq cümləli tabeli mürəkkəb cümlələrdə budaq cümlə birinci işlənir. Məsələn, bircə saniyə dedi ki, intonasiya ilə bağlanan şərt budaq cümləli tabeli mürəkkəb cümlələr deyir. Budaq cümlə birinci işlənir. Məsələn, su istəyir, qoy içsin. Və yaxud bir dəfə azlıq edir, 2 dəfə oxu. Burada gəlin şərtin sualını qoyaq. Deyir ki, əgər su istəyirsə və yaxud əgər su istəyir, qoy içsin. Əgəri artıra bildiyimi deməli şərtdir. Və yaxud bir dəfə azlıq edirsə, sasə elə bil burada edir bir növ zamandan sonra gəlmiş olur. Amma belə deyək, sasəni artırmayaq. Məsələn, bir dəfə azlıq edir. Əgər bir dəfə azlıq edir, 2 dəfə oxu. Yəni, əgəri artıra biliriksə, deməli şərtdir və şərtdirsə budaq birinci, daha sonra isə baş cümlə isə ikinci gəlmiş olur. Tabeli mürəkkəb cümlənin tərkib hissələri güzəşt və şərt bağlayıcıları ilə bağlandıqda yenə də budaq cümlə birinci işlənir. Güzəşt və şərt bağlayıcıları ilə bağlandıqda yenə də budaq cümlə birinci gəlmiş olur. Baxaq. Hərçənd üzü gülürdü, amma ürəyindən qara qanlar axırdı. Hərçənd üzü gülürdü, və gözləyirik ki, cümlənin axırı nə olacaq? Hərçənd üzü gülürdü nə? Və yaxud indi ki qərarın qətidir, o gözləyirik ki, görəsən nə deyəcək? Biz sənə bu işdə kömək edərik. Hərgah getməyi istəyirsənsə, və görürük yenə sual çıxır ortalığa. Hərgah getmək istəyirsənsə nə? Səni saxlaya bilmərik. Görürsünüz, elə bil ki, bu cümlənin açıqlaması bu birisi cümlədə verilir. Amma burada nə deyir? Deyir ki, budaq cümlə birinci, baş cümlə sonra gəlir. Hərgah getmək istəyirsənsə, səni saxlaya bilmərik. Bu necə oldu? Bircə saniyə. Axı biz sualı... bu deməli istisnalarımız da bizim tabeli mürəkkəb cümlənindir. Tərkib hissələrində güzəşt və şərt bağlayıcılarında bağlandıqda yenə də deyir, budaq cümlə birinci işlənir. Baxmayaraq ki, sual deyilə buradan çıxır. Hərçənd üzü gülürdü, amma nə? Amma ürəyində qara qanlar axırdı. Və yaxud indi ki qərarın qətidir, baxın, deməli sualımız əslində elə buradan çıxır. Belə deyək də, bu birinci cümlədən çıxır. Amma bu olur nə? Budaq cümlə. Və bu da baş. Qəribədir. Səni saxlaya bilmərik. Hərgah getməyi istəyirsən, səni saxlaya bilmərik. Belə, yəni deməli, biz mütləq bunu əzbər bilməliyik. Çünki görürsünüz, əslində sualı biz bu tərəfdən verdik. Hərçənd üzü gülürdü, amma nə? Amma buna baxmayaraq, birinci bu budaq olmuş oldu, sonra baş gəlmiş oldu. Belə işlər. Bir də silək. Deməli, diqqət edəcəyimiz məqamlar nələrdir? Diqqət edəcəyimiz məqamlar dedik, intonasiya ilə bağlanan şərt budaq cümlədə tabeli mürəkkəb cümlələrdə budaq cümlə birinci işlənir.
Həmçinin tabeli mürəkkəb cümlənin tərkib hissələri güzəşt və şərt bağlayıcıları ilə bağlandıqda da yenə də deməli budaq cümlə birinci gəlmiş olur. Hərçənd, hərgah, indiki. Daha sonra sa, sə, da, də, daha sonra sa, sə, sa plus da, sa, sə plus belə, mı, düzü, doğrusu, düzdür, doğrudur ilə bağlanan, yəni bunlarla bağlanan tabeli mürəkkəb cümlələrdə budaq cümlə birinci işlənir. Baxaq, sa, sə plus da, də, sa, sə plus belə, mı ədatı, düzü, doğrusu, düzdür, doğrudur. Bu bağlayıcılarla işlənən cümlələrdə budaq cümlə birinci işlənir. Baxaq, böyüklərə böyük kimi yanaşsan, hörmət qazanarsan, yanaşsan. Sanı gördüyümü burada sa, səni. Və yaxud başladı mı, qurtarmaq bilməyəcək. Daha sonra yorğun görünsə belə, əhval ruhiyyəsi özündə idi. Görürsünüz, burada bir növ elə bir sual elə birinci tərəfdən çıxır, amma buna baxmayaraq bunlar budaq cümlədir. Geciksə də, sasə plus da, də. Keçib içəridə oturmağı lazım bildi. Görürsünüz, bura sanki yarımçıq qalır və bura amma tamdır. Əslində hə, düz deyirlər. Yəni bura yarımçıq qalır. Nə bilim. Doğrusu sonra üzr istədi, amma bağışlamaq da çətindir. Düzdür, gəlib çıxdı, ancaq bu gəlişin bir faydası olmadı. Daha sonra mı ədatı işlənən mürəkkəb cümlənin sonunda sual işarəsi varsa, o zaman birinci baş cümlə işlənmişdir. Sual məzmunu yoxdursa, birinci cümlə budaq cümlədir. Aha, deməli, deyir ki, mı ədatı işlənən mürəkkəb cümlənin sonunda sual işarəsi varsa, o zaman birinci baş cümlə işlənmişdir. Sual məzmunu yoxdursa, birinci cümlə budaq cümlədir. Alternativ olaraq mı ədatı işlənən mürəkkəb cümlədə birinci cümlənin xəbərindən sonra ki bağlayıcısı artırmaq mümkündürsə, baş cümlə budaq cümlədən öncə işlənir. Məsələn, axşam, sabah çeşmə sənin başına, bilirsənmi necə canlar dolanır. Bu misrada budaq cümlə baş cümlədən sonra işlənib. Budaq cümlə baş cümlədən sonra. Baxaq, bilirsənmi? Axşam sabah çeşmə sənin başına, bilirsənmi necə canlar dolanır? Bilirsənmi necə canlar dolanır? Burada deyir, budaq cümlə baş cümlədən sonra işlənib. Yəni birinci baş cümlə, bilirsənmi? Bu deməli baş cümlədir. Nəyi bilirsən? Necə canlar dolandığını. İnanırsanmı? O da bura gələcək. Nəyə inanırsan? Onun bura gəlməyinə. İnanırsanmı ki, o da bura gələcək? Nəyə inanırsan? Onun bura gələcəyinə. Deməli, deyir ki, bu misrada budaq cümlə baş cümlədən sonra işlənib. Birinci cümlənin xəbərindən sonra ikinci bağlayıcısı, ki bağlayıcısı artıraq. Fikir versə, bağlayıcı işləndikdə məzmunda fərq əmələ gəlmir. Deməli, budaq cümlə baş cümlədən sonra işlənib. Budaq cümlə baş cümlədən sonra. Belə cümlələrdə mı ədatı bağlayıcı vasitə deyil. Mı ədatı bağlayıcı vasitə deyil. Bağlayıcı sözü, budaq cümlə həmişə birinci işlənir. Bağlayıcı sözlü, budaq cümlə həmişədir birinci işlənir. Bağlayıcı sözlü, budaq cümlə həmişə birinci işlənir. Nə qədər çalışdı, alınmadı. Və yaxud necə demişdin, elə də etdim. Kim getmək istəyir, siyahıya yazılsın. Burada deməli kim, bircə saniyə, kim getmək istəyir, nə qədər və yaxud necə və yaxud hansı adamı istəyirsənsə onu da görə biləcəksən. Hansı bağlayıcı söz həmişə, deməli burada nə deyir? Deyir ki, əgər bu bağlayıcı işlənibsə bu cümlədə, bağlayıcı sözlü budaq cümlə həmişə birinci işlənir. Budaq cümlə, bağlayıcı sözlü. Bunlar artıq əvəzlik rolunda yox, bağlayıcı rolunda iştirak edir. Bağlayıcı söz kimi. Bağlayıcı sözlü budaq cümlədir, həmişədir birinci işlənir. Əgər bunlar varsa, deməli budaq cümlə birinci işlənmiş hesab olunur. Daha sonra bağlayıcı söz həmişə budaq cümlədə olur və həmin budaq cümlə bir qayda olaraq birinci işlənir. Bu zaman ikinci gələn baş cümlədə bağlayıcı söz qarşılıq söz əvəzli gəlib işlənir. Bağlayıcı sözdür həmişə budaq cümlədə olur və həmin budaq cümlə bir qayda olaraq birinci işlənir. Bu zaman ikinci gələn cümlədə bağlayıcı sözə qarşılıq söz əvəzli gəlib işlənir. Baxaq, kim getmək istəyir, siyahıya yazılsın. Məsələn, deyirsən ki, o da siyahıya yazılsın. Hamı adamı
hansı adamı istəyirsənsə onu da apar. Görürsüz qarşılığı. Və yaxud nə qədər çalışdıq, yenə də və yaxud alınmadı. Necə demişdim, elə də. Görürsüz, elə də. Necənin qarşılığı elə də. Aha, belə. Daha sonra baş cümlədə əvəzliklərin rolu. Bəzən baş cümlələrdə işarə əvəzlikləri və işarə məzmunlu ifadələr işlənir və bu da cümlənin növünə işarə edir. Bəzəndir baş cümlələrdə işarə əvəzlikləri və işarə məzmunlu ifadələr işlənir və bu da cümlənin növünə işarə edir. Müxtəlif formada olan o, bu, elə, belə, onda, bunda, odur, budur və s. Bu sözlər qəlib rolunu oynayır. Yəni cümlə üzvünün yerini tutur və bu da cümlə vasitəsilə müəyyənləşir. Baş cümlədə işlənən həmin sözlərə şərti olaraq əvəzli qəliblər və ya sadəcə qəlib sözlər də deyilir. Əvəzli qəliblər və yaxud qəlib sözlər. Bunlar ayrı-ayrı cümlə üzvlərinin qəlibi yerini tutan kimi işləndiklərindən belə adlandırılmışdı. Bunlar ayrı-ayrı cümlə üzvlərinin qəlibi kimi işləndiklərindən belə adlandırılmışdı. Daha çox işarə əvəzlikləri ilə ifadə olunan qəlib sözlər baş cümlədə hansı cümlə üzvü yerindədirsə, bu da cümlədə onun adı ilə adlanır. Məsələn, onu da bilirdi ki, nəyi? Sabah nümayəndə heyəti Türkiyədən qayıdır. Onu da bilirdi ki, sonra məqsədiniz budur ki, uşaqlarımız yaxşı ixtisas sahibi olsunlar. Məqsədimiz nədir? Görürsünüz, artıq biz bu, belə deyək, uşaqlarımız yaxşı ixtisas sahibi alsınlar. Məqsədimizin bu olduğunu demədən artıq bizə hazır şəkildə elə sualı, belə deyək, cavabını veribdir. Yəni biz bir də fikirləşmirik də, ona sual vermirik. Məsələn, deyir ki, onu da bilirdi ki, sabah nümayəndə heyəti Türkiyədən qayıdır. Sabah nümayəndə heyəti Türkiyədən qayıdır, əslində onu bilir. Amma burada hazır şəkildə onu veribdir. Birinci cümlədə qəlib söz vasitəsiz tamamlığın yerindədir və budaq cümlə həmin tamamlığı izah etdiyi üçün bu tabeli mürəkkəb cümlədə tamamlıq budaq cümlədir. İkinci cümlədə qəlib söz xəbərin yerində işlənmişdir və budaq cümlə həmin xəbəri izah edir. Baxaq, deyir ki, onu da bilirdi ki, nəyi bilirdi? Budur. Deyir ki, Türkiyədə məqsədimiz budur. Məqsədimiz nədir? Xəbər. Sualı verir və biz də bilirik ki, həmin bu cümlə deməli xəbər cümləsidir və yaxud da bu cümlə tamamlıq cümləsidir. Çünki onu deyəndə bir sual verir. Kimi və yaxud nəyi? Birinci cümlədə deyir, qəlib söz vasitəsiz tamamlığın yerindədir və budaq cümlə həmin tamamlığı izah etdiyi üçün bu tabeli mürəkkəb cümlədə tamamlıq budaq cümləsidir. İkinci cümlədə qəlib söz xəbərin yerində işlənmişdir və budur. Hələ və buradakı budur sözü. Nədir budur? Və budaq cümlədir, həmin xəbəri izah edir. Daha sonra baş cümləsi ikinci gələn və bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümlələrdə işlənən işarə əvəzlikləri qarşılıq söz adlanır. Belə tabeli mürəkkəb cümlələrdə budaq cümlənin növü qarşılıq sözlə müəyyənləşir. Məsələn, kimi tapşırmışam, onu da çağırın. Görürsünüz, kimi, onu. Artıq burada qəlib sözümüz kimidir, bağlayıcı sözdür, qəlibdir. Onu da deyir aparın. Qarşılıq söz və ya qəlib söz budur əslində. Qəlib söz budur. Onu da deyir aparın. Üzrlü sayın. Daha sonra bu bizim bağlayıcımız sözümüz, bu isə qəlib, əvəzlik qəlibi. Sonra necə bağlayıcı söz necə istəyir, elə də yazsın. Deməli, burada elə nədir? Qəlib sözümüz. Nə qədər lazımdır, o qədər neynəsin? O qədər də götürsün. Deməli, o qədər burada nə oldu? Qəlib söz. Əslində deyir, qarşılıq sözlərdə əvəzli qəliblərdir. Sadəcə əvəzli qəlib budaq cümlədən sonra gələn baş cümlədə, yəni budaq cümlənin qarşısında işlənəndə qarşılıq sözdə adlanır. Belə də demək olar, bütün qarşılıq sözlər əvəzli qəliblərdir, amma bütün əvəzliklər qəliblər qarşılıq söz deyil. Yəni, baş cümlə birinci gələrsə, orada işlənən əvəzliyə qarşılıq söz yox, sadəcə əvəzli qəlib demək lazımdır. Məsələn, ondan qorxuram ki, gedib qayıda bilməyəcəksən. Vüqar elə oğlandır ki, həmişə mərdanə hərəkət edir. Deməli, burada deyir, nədir? Baş cümlə birinci gələrsə, onda işlənən əvəzliyə qarşılıq söz yox, sadəcə əvəzli gəlib demək lazımdır. Ondan qorxuram. Görürsünüz, nədən qorxuram? Və yaxud deyir ki, vüqar elə oğlandır ki, necə oğlandır? Əvəzli gəlib demək lazımdır, deyir buna. Birinci gələrsə, orada işlənən əvəzliyə. Bu artıq əvəzli gəlibdir. Daha sonra... Amma yox, desək ki, ondan qorxuram ki, tutalım.
və yaxud desək ki, elə oğlandır ki, burada var idi da, deyir, kimi deyirəm onu gətirin. Artıq burada özündən qabaq işləndiyi üçün burada artıq biz buna əvəzlik gəlib deyə bilmərik. Əvəzlik gəlib mütləq özündən əvvəlki bir şeyə belə deyək, açıqlamalı, izah eləməlidir. Burada isə heç bir izah olunmalı söz yoxdur deyənə, ondan qorxuram ki, aha, nədən? Artıq nəsə gəlməli idi, yəni. Ki, bu onu əvəz eləsin, əvəzlik gəlib olsun, belə deyək. Amma yenə də burada əvəzlik gəlibdir. Vüqar elə oğlandır ki, həmişə mərdanə hərəkət edir. Əgər bundan sonra, bu ondan sözündən sonra başqa bir söz gəlsəydi, nədən qorxuramsa o, gəlsəydi, bu artıq əvəzlik gəlib. Yox, bu artıq olacaqdı nə? Bu artıq olacaqdı bağlayıcı söz. Amma özündən sonra, belə deyək, əvəzlik gəlib gəlmədiyinə görə elə əvəzlik gəlib rolunu bu özü oynayır. Daha sonra baş cümlədə qarşılıq söz əvəzlik gəlib hansı cümlə özü yerindədirsə, bu da o cümlədə də onun adı ilə müəyyənləşir. Məsələn, kimi axtarırdım, onu da tapdım. Necə tələb edirlər? Necə tələb edirlər, elə də işlə. Birinci cümlədə qarşılıq söz tamamlığın, ikinci cümlədə tərzi hərəkət zərfliyinin yerindədir. Buna görə də birinci cümlə tamamlıq, ikinci cümlə tərzi hərəkət, bu da cümlədə tabeli mürəkkəb cümlədir. Onu burada tamamlıq, burada isə elə olacaq nə? Zərf, tərzi hərəkət zərfliyi. Göründüyü kimidir, gəlib söz və ya qarşılıq söz əsasən işarə əvəzlikləri ilə ifadə olunur. Bu baş cümlədə yerləşir və sintaktik funksiya daşıyır, yəni cümlə üzvü olur. Əvəzlik gəlib və ya qarşılıq söz budaq cümləni baş cümləyə bağlayan vasitə deyil. Əvəzlik gəlib və ya qarşılıq söz budaq cümləni baş cümləyə bağlayan vasitə deyil. Bəzən əvəzlik gəlib işlənməsə də bərpa etmək olur. Məsələn, nəyi deyirsən gətirsin. Həmin cümlədə əvəzlik gəlibi, yəni burada qarşılıq sözü yerinə qoysaq cümlələr belə alınar. Nəyi deyirsən onu gətirsin. Aha. Belə, bu qədər.